Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Tərlan tanışı Elmara bıçaqla xəsarət yetirib. Hadisə 2024-cü il noyabrın 9-da şəhərin Tağıyev qəsəbəsi sahil küçəsi dəniz kənarında yerləşən Balıqçı adlı kafenin qarşısında baş verib. Tərlan həmin gün saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində Elmarın bir qədər əvvəl kafenin həyətində nalayiq ifadələr işlətməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu tərəfindən ona irad bildirilib. Orada getməsini tələb etməsini özü üçün qəbul edilməz bir hal kimi qiymətləndirib. O, kafenin mətbəxindən götürdüyü bıçaqla Elmarın qarın nahiyəsinə bir dəfə zərbə vurub. Hadisəni törədən Tərlanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü ümumi təhlükəli üsulla xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə təqsirlənən şəxs qismində ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, Elmar ilə əvvəllər şəxsi tanışlığı olmayıb, onunla əvvəllər Sumqayıt şəhəri Tağıyev qəsəbəsi ərazisində kirayəşin yaşayarkən bir-iki dəfə təsadüfən qarşılaşıb. Elmarın ancaq qəsəbə ərazisində yaşaması barədə məlumatım olub. Sonuncu dəfə Sumqayıt şəhəri ərazisində yerləşən kafelerin birində yemək yeyib ispirtli içki qəbul etdim. Bundan sonra yaşadığım Yaşma Bağlar massivi ərazisinə getmək üçün Tağıyev qəsəbəsinə gəldim. Ancaq orada fikrimi dəyişdim və qəsəbədə yerləşən balıqçı kafesinə balıq yeyib pivə içmək üçün getmək qərarına gəldim. Kafenin həyətinə saat təxminən 19 radələrində daxil oldum. İlk əvvəl balıq və pivə sifariş vermək üçün kafenin mətbəxinə yaxınlaşdım. Ancaq içəridə heç kim olmadığından sifariş vermək üçün kafenin işçilərindən birini axtarmağa başladım. Bu zaman kiminsə məni arxadan çağırdığını hiss etdim. Geri çevriləndə Elmarın ünvanıma nalayiq ifadələr işlədərək nə istədiyimi soruşduğunu gördüm. İlk əvvəl ona cavab verməsəm də, həmin şəxs yenidən ünvanıma nalayiq ifadələr işlədərək üstümə gəldiyindən onun cüssəcə məndən dəfələrlə böyük olduğunu kafenin mətbəxindəki stolun üstündə olan bıçağı götürdüm, kəsici hissəsini bilək nahiyəmin arxasında gizlətdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elmar üstünə gəldikcə o da geri çəkilməyə başlayıb. Ondan niyə ünvanıma nalayiq ifadələr işlətməsinin səbəbini soruşdum. O heç bir səbəb olmadan ünvanıma nalayiq ifadələr işlətməkdə davam etdi. Mən də onun ünvanına nalayiq ifadələr işlətdim. Elmar üstümə gəldikcə isə geri çəkildim. Beləcə kafenin qarşısına çıxdıq. Həmin vaxt əlimdəki bıçağı Elmara göstərdim ki, bəlkə qorxub geri çəkilər. Ancaq Elmarın bunu da əhəmiyyət vermədiyini, Elmarın məni vurmaq istədiyini gördüm. Onu qabaqlamaq üçün bıçaqla sağ tərəfdən qarın nahiyəsinə bir zərbə vurdum. Bundan sonra Elmardan da yumruqla baş nahiyəmə bir zərbə vurduğundan yerə yıxıldım. Daha sonra olanları xatırlamamışam. Özümə gəldikdə isə ayağa qalxdım və oradan uzaqlaşdım. Sonradan səhərə qədər qəsəbə ərazisində yerləşən 2 saylı orta məktəbin həyətində gizləndim deyə Tərlan ifadəsində göstərib. Tərlanın ifadəsinə görə hadisə vaxtı ayaqqabısının bir tayı və papağı hadisə yerində qaldığından, eləcə də əynində olan geyim əşyaları çirkləndiyindən gedərək özünə paltar almasını, sonra isə polis əməkdaşlarına təslim olmasını fikirləşib. Sumqayıt şəhəri ərazisində yerləşən 2 saylı uşaq xəstəxanasının qarşısından keçərkən polis əməkdaşları yaxınlaşaraq məni saxlamaq istədilər. Həmin vaxt üstümə gələn şəxsləri çox olduğunu gördüm və onlara geri çəkilməsinə nail olmaq üçün üzərimdə olan ülgüclə boğazımın sağ hissəsinə xəsarət yetirdim. Bundan sonra polis əməkdaşları mənə tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirdilər deyə
təqsirləndirilən şəxs ifadəsində göstərib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.